Bu il noyabrın 1-dən etibarən cərimə ödənişlərinə komissiya haqqı tətbiq olunur. Bu, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq həyata keçirilir. Bunu Qafqazinforun sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib. Mərkəzi Bank həmçinin komissiyanın hansı banklarda tətbiq olunduğuna da aydınlıq gətirib. Qeyd olunub ki, ödəniş zamanı tətbiq olunan 40 qəpik komissiya haqqı bütün banklarda vahid qayda ilə həyata keçirilir. Hökumət ödəniş portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir. Mərkəzi Bankdan həmçinin bildirilib ki, tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir. Yeri gəlmişkən, 2024-cü ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 380,1 milyon manat vəsait daxil olub. Rəsmi hesabatlara əsasən büdcədənkənar gəlirlərə aid edilən maliyyə sanksiyaları və cərimələrin 81,7%-i yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin 17,7%-i vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının 0,6% isə əmək, miqrasiya və gömrük sahələrində pozuntulara görə kəsilən cərimələrin payına düşür. Bu vəsaitlərin əsas hissəsi müvafiq orqanların əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.